Yazıqdır o uşaqlar, onları evləndirməyin. Baxın, qızlarınız olur, bu ev arasında deyirlər ki, elə bil biraz çatışmır qızda. Elə bil nəsə söz deyirsən, geç çatır qıza. O qızı niyə ərə verirsiniz? Bu bədbaxtın qızı onsuz da çatışmır da. Özünüz bilirsiniz ki, bunun ağlında çatışmamazlıq var. Onu bəziyirsiniz, düzüyürsünüz, ərə verirsiniz. Bu ər də bilmir ki, aldığı arvadın ağlı çatır, yoxsa çatmır, şuuru yerindədir, yoxsa yox. 2 dəfə görüşdürürsünüz, ya bir dəfə aparırsınız ki, gəlin paltarı seçməyə gedirik və salam. Alıb gətirirlər ki, çatışmır. Yaxşı, bir təhər onu evdə arvad eləyib saxlayırlar. Sonra onun doğduğu var, o uşaq var. O uşağın özü də axı kəmağıl doğulur. Bu nə qədər düşüncəsizsiniz siz? Niyə uşaqlarınıza yazığınız gəlmir? Onlar sonra o doğduqları uşağı saxlaya bilmirlər. Ona analıq eləyə bilmirlər. Özləri ərlərinə arvadlıq eləyə bilmirlər. Evdə gəlinlik eləyə bilmirlər. Evdə elə bir key, səy, başı çatışmayan bir adam saxlayırlar. Və bu da gedir, başlayır uşaq dünyaya gətirməyə. Və sizin övladınıza yazığınız gəlmir. Onu o evdə söyürlər də, onu o evdə təhqirdə eləyirlər. Ona belə kəmağıl kimi baxırlar. Heç süfrədə əyləşdirmirlər. Mən bunları havadan sudan demirəm, reallıqdır. Gördüyüm ailələr var. Adamın ürəyi ağrıyır. Şəxsən mənim ürəyim ağrıyır onlara baxanda. Eləməyin, etməyin. Vallahi yazıqdılar. Eybi yox, övladınızdır, Allahın payıdır. Ağlında problemi var, qoy yanınızda yaşasın da. Nə vacibdir onun ailə qurması, nə vacibdir onun özü kimi də 2 dənə, 3 dənə dünyaya övlad uşaq gətirməyi. Bunlar vacib deyirlər. Qoyun elə yaşasın da, övladınıza yazığınız gəlsin. Başa düşürəm, başınızdan eləmək istəyirsiniz, amma bilmirsiniz ki, əlavə özünüzə problem açırsınız.